Polis əməkdaşlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi olaraq profilaktik tədbirlər keçirməsinə baxmayaraq, sosial şəbəkələrdə hələ də bu cür qanunsuz hərəkətlərə rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin Kiber Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən bu istiqamətdə daha bir neçə əməliyyat texniki tədbir hazırlanaraq həyata keçirilib. Əməliyyatlar zamanı 42 yaşlı Həsən Səbili, 33 yaşlı Orxan İbrahimli və əlbir olduğu 28 yaşlı Talih Ağayarov, həmçinin 36 yaşlı Salman Cəfərov və tanışı 35 yaşlı Rauf Hüseynov saxlanılıblar. Salman ilə birlikdə onlayn qumar oyunları təşkil etmişik. İşlətdiyim kazino adları VIP 888 və Shangri-La olub. Ambasador kazino, Orik 77 kazinonu işlətmişəm. Kartımı atmışam, pul atıblar və mən onlara kod atmışam onun əvəzinə. Adları sadalanan şəxslər ölkədən kənarda yaradılan Seven Isles, Fastloto.com və chcplay.net internet saytlarında təşkil edilmiş qumar oyunlarının idarəçiləri ilə cinayət əlaqəsinə keçərək əlbir olublar. Daha sonra onlar həmin saytlar üzərindən sosial şəbəkələrdə Ambasador, Kazino 555, VIP 888, Shangri-La və digər səhifələr açaraq yerli vətəndaşları mərc oyunlarına cəlb ediblər. Hasan, mən buradan elə bir baxa bilirəm, oynayanların elə bir ki, registrasiyadan keçənlərin sayı çoxalır da, onların oynayıb oynamadıqlarını mən bilmirəm də qaqa. Narahat olma, axşam gəlib göstərəcəm sən, hamısını nə deyil, hamısını göstərəcəm sən. Çoxu o registrasiyadan keçib, amma heç balansa pul vurmayıb. O elə eləyəcək ki, sən hamısını görəcəksən, narahat olmaq. Saxlanılan şəxslərin istifadə etdikləri ofis və mənzillərə baxış zamanı elektron sübutlar, bank kartları, çoxsaylı mobil nömrə və sair sübutlar aşkarlanıb. Araşdırmalarla dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə edildiyi ilə müəyyən olunub. Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Bir daha vətəndaşları qanunsuz mərc və qumar adı altında sosial şəbəkələrdə təşkil olunan oyunlarda iştirak etməməyə çağırırıq. Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz onlayn mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kiberdələduzluq halları ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər.